istəyirəm. Yəni biz oynayırıq, yəni milliyə görə oynayırıq. Yəni milli də fikirləşsin ki, hə, qaranı yetişdirdik, bu ölkədə yetişdi, bizə lazım olan xeyri verə bildi. O ki, qaldı legioner həyatı, yəni çox istəyirəm. Yəni xaricdə oynamaq. Çox təəssüf ki, bizdə futbolçularda çox alınmır. Yəni uzun ömürlük elə bir problem var. Yəni yenə də deyirəm ki, gələcəkdə əgər real bir təklif olsa, mən yəni dəyərləndirmək istəyirəm. Yəni ki, oynaya biləcəyim yerə getmək istəyirəm. Çünki indiki dövrdə mənim üçün maddiyyat və yaxud başqa şeylər önəmli deyil. Yəni mənim 21-22 yaşım var. Əsas karyeramı fikirləşdiyimə görə oynaya biləcəyim, bir də mənə xeyir verə biləcək bir çempionata getməliyəm. Bəs belə deyək, hansı çempionatı özünə yaxın hesab edirsən, yəni orada oynaya bilərsən? Yəni oynaya bilərsən. Öz oyun üslubuna görə məsəl üçün. Çətin də onu demək, amma yəni çox istədiyim yerlər var ki, məsələn Almaniyadır, İspaniyadır, İtaliyadır. Yəni bunlarda oynamaq, yəni belə deyim də mənim arzu olar. Bir arzu kimi. İnşallah arzuna çatarsan Qara və elə milli komanda niyyətində Okeanotayına da yollanacaqsan inşallah. Milli komanda haqqında nə deyə bilərsən, fikirlərini, qrupdakı rəqiblərimiz haqqında? Deyim ki, çox ağır bir qrup mərhələsi düşdü bizə. Yəni püşkatmada da özünüz də gördünüz ki, yəni bəlkə oradakı qrupların ən çətini bizə düşüb. Yəni bu o demək deyil ki, biz artıq əlimizi, qolumuzu sallamışıq. Yəni biz belə məğlub olacağıq. Yox. Sadəcə bu bizə daha əlavə ruh yüksəkliyi verir ki, yəni İtaliya kimi komanda ilə oynayacağıq, Xorvatiya kimi komanda ilə oynayacağıq. Yəni maksimum nəticə göstərəcəyik inşallah. Yəni gələn ildən belə fikirləşirəm ki, gələn il topladığımız xaldan daha çox toplamalıyıq. Toplamağa çalışmalıyıq ən azından. Və bu da məntiqlə ona gətirib çıxarır ki, komanda 3-cü yerə çıxa bilər və bununla da qrup mərhələsini adlaya bilər. Yəni inşallah, yəni bir cavan futbolçu kimi hamımızın, yəni mənim və xalqımın arzusu olardı ki, yəni yaxşı nəticə qazanır. Sənə ümumiyyətlə uğurlar arzulayırıq həm Qarabağ niyyətində də, milli komanda niyyətində. Bir qədər düzdür, sənin karyeran haqqında, milli komanda haqqında danışdıq. Elə sabahki oyuna da münasibət bildirə bilərsən. Elə özün azarkeşi olduğun Atletico Madrid, təbii ki, hazırda Çempionlar Liqasında qalan komandalar arasında. Çox istəyirəm. Yəni sabahki oyuna nə gözləyirsən? Həqiqətən də istəyirəm ki, Atletico Madrid yəni bu turu keçsin. Heç olmasa finalda olsun. Bəli. Finalda olsun, amma final yəni kuboku götürən tərəf olsun. Çox çətin oyun olacaq, belə deyim. Yəni Chelsea ilə evdə oynamaq biraz çətindir. O komanda biraz evdə çox ağır komandadır. Qara ilə verilişdən əvvəl Fərid söhbətimiz oldu və Qara da çox gözəl məsələyə toxundu. Bildirdi ki, o ilk oyunda Atletico meydanında, Atletico'nun arenasında futbolçular görürlər ki, cinah ötürmələri hava Simeone'nin çıxışını. Yəni burada onu səhvi kimi hesab eləmək olar mı? Səhv yox, bəlkə onun hansısa bir oyununa baxıb onu analiz edib, bəlkə o tapşırıqları verib, amma oyun vaxtı gördük ki, mən öz fikrimi deyirəm. Yəni bəlkə kimlərsə məni qınaya bilər, Diego Simeone'yə ağıl verirəm, amma yox, bu belə deyil. Öz fikrimi demək istəyirəm ki, yəni məncə yerlə daha sürətli ötürmələrlə Chelsea-nin müdafiəsinin yarma olar. Yəni hava topları ilə o komandaya qarşı çox çətin. Bəs indi cavab maçında necə ola bilər məsələn? Məncə artıq bu şeyin üstündə fikirləşəcəklər ki, yəni keçən oyunda yəni belə bir şeylər keçmədi bu komandaya qarşı. Fərqli bir taktika ilə oynamalıyıq. Alternativ yollar axtarmalıyıq. Qara, təşəkkür edirik. Çox sağ olun. İşimizdə iştirak etdin. Yeri gəlmişkən artıq görüntüləri qəbul eləmişik.